Sahildə və içəri şəhərdə pulsuz festival olduğundan xəbəriniz var? Bəli, bura giriş tamamilə ödənişsizdir. Uşaqlarınızı gətirib əyləndirə bilərsiniz. Müxtəlif oyunlar, face art, Bəhram Bağırzadə ilə görüş, pulsuz nuggetslərdən faydalana bilərsiniz. Bu dediyim festivalın birinci hissəsinə, yəni sahil bağında olan hissəsinə aiddir. Festival səhər 12-dən 6-ya qədər sahil bağında, 6-dan gecə 12-nin yarısına qədər isə içəri şəhərdə təşkil edilir. Kulinariya master klası, boşqabların rənglənməsi üzrə master klass, DJ show və müxtəlif əyləncəli şovlar daxildir birinci hissəyə. Miratorgun təşkil etdiyi bu festival 5, 6, 7 iyun tarixlərində keçiriləcəkdir. Yəni hələ festivala bugün və sabahda gedə bilərsiniz. İçəri şəhərdə keçirilən hissədə isə Rusiyadan gətirilmiş şeflərin hazırladığı steyklərdən daddı. Barbekü partidə oldu və çox mükəmməl səhnə çıxışlarını izlədik. Hətta burada barbekü və steykləri özünüzlə hazırlayıb yaxınlarınıza daddıra bilərsiniz. Və dediyim kimi hər şey tamamilə pulsuzdur. Heç bir ödəniş etmədən şəhərin mərkəzində bu cür əyləncəli festivala qatıla bilərsiniz. Bu şovlardan sonra isə sinema hissəsi başlayır. Dediyim kimi şəhərin mərkəzində hələ belə festival olmamışdı. Mən özüm də ilk dəfə steyk bişirdim. Əlbəttə ki, professional şef tərəfindən dəstək alaraq. Dadını isə həm özüm, həm də yaxınlarım çox bəyəndi.